Son günlərdə dəm qazından boğulma hallarının artması cəmiyyət üçün ciddi problemə çevrilib. Xüsusilə qış aylarında kömür, qaz və digər yanacaq mənbələrinin düzgün istifadə edilməməsi bu faciələrin baş verməsinə səbəb olur. Boğulma halları həm fiziki, həm də psixoloji təsirlər yaradır. Ailələr üçün böyük itkilərə səbəb olur. Bu problem ictimai sağlamlıq və təhlükəsizlik məsələsidir. Ona görə də bu hallar barədə maarifləndirmə və qabaqlayıcı tədbirlər böyük əhəmiyyət kəsb edir. Mövzu ilə bağlı missiyada danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, sobadan, kombidən, kamin və digər istilik qurğularından istifadə gündəlik həyatın bir hissəsinə çevrilir. Lakin insan həyatı üçün birbaşa təhlükə mənbəyinə çevrilən bir məsələ var. Bu da tüstü bacalarının vəziyyətidir. Tüstü bacaları evin tüstüsünü çıxaran sadə bir hissə kimi görünsə də, düzgün işləməyən baca insan həyatı üçün böyük təhlükə yaradır. Çünki dəm qazı zəhərlənməsi, yanğın və digər faciələr məhz buradan başlayır. Təəssüf ki, ölkəmizdə hər il qış mövsümündə dəm qazından zəhərlənmə halları baş verir. Bu hadisələrin çoxu ölümlə nəticələnir. Statistikaya görə hər il onlarla insan məhz dəm qazı səbəbindən həyatını itirir. Ekspert vurğulayır ki, baş verən hadisələrin böyük əksəriyyəti tüstü bacalarının vaxtında təmizlənməməsi və texniki nasazlıqlar ilə bağlıdır. Bir çox fərdi evlərdə tüstü bacaları illərlə təmizlənmir. Çox mənzilli binalarda isə tüstü bacalarının və ventilyasiya sistemlərinin təmizlənməsi mənzil kommunal təsərrüfatı idarələrinin və ya MTK-ların öhdəliyinə düşsə də, çox vaxt bu işlər lazımi qaydada icra olunmur. Problemlərin ən böyüyü bacaların köhnəlməsidir. Sovet dövründə tikilmiş binalarda köhnə fərdi evlərdə illərlə təmizlənməyən tüstü bacaları artıq tamamilə yararsız vəziyyətə düşüb. Çatlar, qopmuş kərpiclər, tutulmuş kanallar, bütün bunlar dəm qazının evə dolmasına səbəbdir. Digər səbəb isə insanların qeyri-peşəkar müdaxiləsidir. Çox vaxt ev sahibləri bacaları özləri açmağa, təmizləməyə çalışırlar, amma bu təhlükəni aradan qaldırmır, əksinə daha da artırır. Çünki düzgün təmizlənməyən baca zədələnə bilər və qaz evə sıza bilər. Bu işlərin icrası mütləq ixtisaslaşmış təşkilatlar tərəfindən icra olunmalıdır. Ekspert əlavə edib ki, qanunvericiliyə əsasən fərdi evlərdə tüstü bacalarının işlək vəziyyətdə saxlanılması ev sahibinin məsuliyyətidir. Çox mənzilli binalarda isə mənzil kommunal idarələrinin və MTK-ların öhdəsinə düşür. Amma real vəziyyətdə insanlar çaşqınlıq içindədirlər, çünki kimə müraciət edəcəklərini bilmirlər. Yəni vətəndaş ev sahibidirsə, çox mənzilli binada yaşayırsa, sadəcə bir xidmətə, dövlətin tanıdığı rəsmi quruma müraciət etməlidir. Həm məsuliyyət dağınığı olmaz bu halda, həm də xidmətin keyfiyyətinə zəmanət verirlər. Dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün əsas addımlardan biridir. Beynəlxalq təcrübədə geniş istifadə olunan dəm qazı detektorlarının rolu barədə onu qeyd etmək olar ki, dəm qazı detektoru kiçik, sadə bir cihazda batareya ilə işləyir, baha deyil, amma həyati əhəmiyyət kəsb edir. Qaz evdə toplanmağa başlayanda cihaz səs siqnalı verir. İnsan dərhal anlayır ki, təhlükə var və müvafiq tədbirlər görür. Avropa ölkələrində bu cihazların istifadəsi məcburi xarakter daşıyır. Bu qaydalar illərin acı təcrübəsindən sonra qəbul olunub və minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, bizdə bu hələ geniş yayılmayıb. Halbuki hər bir evdə qaz detektoru olsa, dəm qazı faciələrinin böyük hissəsinin qarşısı alınır. Seyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.